Çox sağ olun, cənab sədr, hörmətli sədalət, hörmətli millət vəkilləri. Mən də hamınızı müstəqilliyimizin 15 illiyi münasibəti ilə təbrik edirəm və o cümlədən qarşıdan gələn Ramazan bayramı münasibəti ilə hamınızı təbrik edirəm. Hesab edirəm ki, Milli Məclisdə məndən əvvəl çıxış edən deputat həmkarlarım kifayət qədər aktual olan məsələlərə toxundu. Mən bir qədər də bu məsələləri genişləndirmək və xüsusilə mətbuat üzərinə olan baskılar haqqında danışmaq istəyirəm. Ayniz şirkətləri qrupu Azərbaycanın dövlət müstəqilliyinin yaşıddır və 15 ildir Azərbaycan vətəndaşlarının hamısı, Azərbaycan seçicisi yaşından asılı olmayaraq hər bir kəs Aynisdən obyektiv informasiya almağa çalışır və ən kritik məqamlarda ən düzgün sözü deyə biləcək kanal kimi üzünü Aynisə tutur. Amma nədəndirsə 3 ildir Aynisə lisenziya verilmir və Milli Teleradio Şurası da bu lisenziyanın verilməməsini ayrı-ayrı səbəblərlə izah edir. Bu çox ciddi məsələdir və hesab edirəm ki, mətbuat üzərinə, xüsusilə Aynes üzərinə baskıdır və Aynes üzərindən bu baskı götürülməlidir, Aynes üzərindən bu təzyiq götürülməlidir və ilk bizim müstəqil teleradio kanalı kimi onun yayımına, onun inkişafına geniş şərait yaratmalıdır. Dövlət bu sahədə əlavə kreditlər, əlavə imkanlar açmaq əvəzinə ona belə problem yaratmamalıdır. O cümlədən mətbuatın digər qəzet və jurnallar üzərinə olan baskısı da kifayət qədər ciddi narahatlıq doğurur. Bundan əvvəl Elmar Hüseynovun qətli və işinin üstünün açılmaması, Bahəddin Həziyevin döyülməsi, Mirzə Sakitin həbs olunması, Şahin Ağabəylinin həbs olunması və müxtəlif dövrlərə, müxtəlif müddətə azadlıqdan məhrum edilmələri ciddi narazılıq və narahatlıq doğurur. Bu təkcə Azərbaycan daxilində deyil, beynəlxalq təşkilatların Azərbaycan dövləti üzərinə ciddi baskısından xəbər verir. Avropa Şurasının sessiyalarında bu məsələ qaldırılacaq. Ayrı-ayrı hesabatlarda bu məsələlər kifayət qədər aktualdır. Buna görə hesab edirəm, bizim komissiya və o cümlədən Milli Məclis məmur və jurnalist münasibətlərini tənzimləmək üçün əlavə qanunlara dəyişikliklər edilməsi ilə bağlı Milli Məclisə təkliflər verməlidir. Bundan başqa hesab edirəm ki, bugün Azadlıq qəzetinin öz ofisindən çıxarılması və onunla bərabər bizim Yol qəzetinin orada təhlükə ilə üz-üzə qalması, Ayna Zerkala qəzetinə Əmlak Nazirliyinin, Əmlak Komitəsinin müəyyən cərimələr tətbiq etməsi, Qanun jurnalının özünün ofisindən çıxarılması ilə bağlı xəbərdarlıq, bu kimi hallar da mətbuat üzərinə ciddi baskıdan xəbər verir. Mən xahiş edirəm Azərbaycanın imici naminə, o cümlədən jurnalistlərin hüquqlarının müdafiəsi, söz və mətbuat azadlığı naminə millət vəkilləri və səlahiyyətli dövlət qurumları bu məsələlərdə Azərbaycanın dövlət mənafeyini, Azərbaycanın beynəlxalq imicini nəzərə alsınlar. Bu məsələdə ciddi şəkildə